duanın qəbul olunması insanın hörmətli olmasını bildirmir. Ola bilər hörmətli olduğu üçün qəbul olsun, ola bilər yəni Allahın düşmənlərindən biridir, yenə qəbul olur. Və ona görə də insan istədiyinə fikir versin ki, ola bilər insan bir şey ısrarla istəyər, duasının qəbul olunması onun həlakına, bədbəxtçiliyinə gətirib çıxara bilər və ona görə həmişə Allahın elminə bağlanmalıdır. Əgər xeyirlidirsə ver, xeyirli deyilsə onu məndən uzaq et və alınmadığı zaman insan rahat qal, fikir ver necə əqidə, insanın qədərə olan imanı, necə insana xoşbəxtlik qazandırır. Amma başqa birisi yox, ancaq mən filan kəslə evlənməliyəm və alınmayanda görsə özünü intihar edir və yaxud da digər xəstəliklərə tutulur. Nəyə? Çünki düzgün yanaşmır. Amma Əhl-i-Sünnə vəl-Cəmaə qoyulan bu qaydalara riayət edir və Allah Teala xeyirli olan istəyir və addım atır və ona yaxınlaşdığı zaman və alınmır və yenə də Allahın bölgüsünə razı qalır və bilir ki, elə xeyir buradadır.